Sabunçu tibb mərkəzində yerləşən nevroloji xəstəxananın şöbə müdiri Əliyeva Esmira xanım ayağa qaldırdığı xəstə şəhidimiz Xəqani Aslanovun oğlu Musavi Aslanovdur. Musavi Aslanov uzun müddətdir epilepsiya xəstəliyindən əziyyət çəkirdi və yüksək təzyiqlə Esmira xanımın qəbulunda oldu. Esmira xanım onu həyata qaytardı. Biz də Haqq Səsi TV1-in müxbiri olaraq Əliyeva Esmira xanıma dərin təşəkkürümüzü bildiririk və uğurları bol olsun. Və onu da nəzərinizə çatdırım ki, Musavi Aslanov bir evdən 3 şəhid verib. Atası Xəqani Aslanov, Vidadi Aslanov əmisi, Hasil Aslanov əmisi. Allah şəhidlərimizə rəhmət eləsin, Allah məkanlarını cənnət eləsin. Şəhidlərimizin evladları hər birimizin evladlarıdır. Reportajı hazırladı Haqq Səsi TV1-in müxbiri Məmmədova Vüsali.